Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qawli. Allahümme allimna ma yenfa'na ve enfa'na ma 'allamtana ve zidna ilma amma ba'd. Əziz və dəyərli qardaş abazlarım, hörmətli dinləyicilər. Peyğəmbər sallallahu əleyhi və səlləmin hədislərini izahi silsiləsinə davam edirik. Və bu günləri Buluğul Maram kitabında toxunacağımız hədisin mətni belədir ki: وعن عمرو بن خارج رضي الله عنه قال خطبنا النبي صلى الله عليه وسلم بمنى وهو على راحلته ولعابها يسيل على كتفي أخرجه أحمد والترمذي وصححه. Deməli, Amr bin Xaricədən radiyallahu anh, Allah ondan razı olsun, rəvayət olunur ki, o belə demişdir: Peyğəmbər sallallahu aleyhi ve sellem Minada öz mininin üzərində bizə xütbə oxudu. Həmin vaxt mininin tüpürcəyi mənim çiyinlərimə axırdı. Əhməd və Tirmizi hədisi rəvayət edib, Tirmizi onun səhih olduğunu qeyd edib. Hədisin şərhində Şeyx İbn Hüseymin rahimehullah Fəthül Celal və İkram kitabında buyurur ki, müəllifin deməsi və yaxud da ravinin deməsi ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bizə xütbə oxudu. Xütbə şəri hökmləri xatırlatmaqdır və əksər hallarda təsirli bir üslubda olur. Lakin bəzi yerlərdə belə olmaya da bilər. Və Mina isə o yerdir ki, həzlərin toplandığı yerdir. Və Peyğəmbər sallallahu aleyhi ve sellemin bu xütbəsi Qurban bayramı günü idi. Peyğəmbər sallallahu aleyhi ve sellem həm bayram günü, Zilhiccənin 10-cu günü Qurban bayramında, həm də bayramın 2-ci günü Zilhiccənin 12-si insanlara xütbə oxumuşdu. Bayram günü onlara necə daş atacaqlarını, Kəbəni necə təvaf edəcəklərini və Safa ilə Mərvə arasını necə səy edəcəklərini öyrətmək üçün xütbə oxumuşdu. 12-ci gündə isə Minadan tez ayrılmaq istəyənlərə, təəccül etmək istəyənlərə nə etməli olduqlarını öyrətmişdi. Çünki 12-ci gündə tələsənlər üçün həcc artıq başa çatır. Peyğəmbər sallallahu aleyhi ve sellem adəti belə idi ki, insanlara ya mütəmadi, ratibə, müəyyən vaxtlar təkrarlanan xütbələr, ya da ərida, qəfil, müəyyən bir hadisəyə bağlı olan xütbələr oxuyurdu. Mütəmadi, ratibə xütbələr cümə günü, Qurban və Ramazan bayramlarında və istisqa, yağış namazı xütbələri kimi olan xütbələrdir. Və həmçinin də günəş, ay tutulması zamanı verilən xütbədir. Bəzən isə xütbələr qeyd edildi ki, ərida, qəfil, müəyyən bir səbəbə bağlı olan xütbələrdir. Yəni, danışmağı tələb edən bir hadisə baş verdikdə Peyğəmbər sallallahu aleyhi ve sellem çıxış edər və insanlara xitab edərdi. Necə ki, Bərira hadisəsində belə olmuşdu. Bərira o kəsdi ki, Ayşə anamız, möminlərin anası, Allah ondan razı olsun, Bəriranı satın almışdı. Lakin Bəriranın keçmiş sahibləri vələ haqqının, yəni azad edildikdən sonra yaranan o haqların özlərində qalmasına şərt qoymuşdular. Peyğəmbər sallallahu aleyhi ve sellem anamız Ayşəyə buyurdu ki, onu satın al və vələnin yaranan onun hüququ bağlılığı onlara məxsus olmasını şərt kəs. Ki, yəni, hüququ bağlılıq kimi azad edibsə, ona aiddir. Onların dedikləriniz əhəmiyyət verməm. Av kəmə qal, Nəbi sallallahu aleyhi ve sellem. Sonra isə insanlara Peyğəmbər sallallahu aleyhi ve sellem xütbə oxuyaraq dedi ki, bəzi insanlara nə olub ki, Allahın kitabında olmayan şərtləri irəli sürürlər. Allahın kitabında olmayan hər bir şərt batildir. Hətta 100 şərt olsa belə. Allahın hökmü daha haqdır. Allahın şərti daha möhkəmdir. Həqiqətən də vələ haqqı, yaranan o haqlar yalnız azad edənə məxsusdur. Və Peyğəmbər sallallahu aleyhi ve sellem bu xütbəsi elm əhli buyurur ki, ərida idi, qəfil, yəni müəyyən bir səbəbə bağlı olan, dərhal verilən xütbələrdən biri idi. Və həcc zamanı da həm Ərafada, həm Minada xütbələr Peyğəmbər sallallahu aleyhi ve sellem oxumuşdu. Yaxşı, bəs bu xütbə ratibə xütbələri idi, yoxsa ərida xütbələri idi? Mütəmadi idi, yoxsa ki, qəfil xütbələrdən idi? Burada hər iki ehtimal da var, elm əhli belə buyurur. Lakin bir şey bilmək lazımdır ki, Ərafadakı xütbə, Peyğəmbər sallallahu aleyhi ve sellem xütbəsi cümə xütbəsi deyil idi.
Hətta cümə gününə təsadüf eləsə də belə cümə xutbəsi deyil idi. Çünki Rasulullah sallallahu əleyhi və səlləm Ərafada azandan əvvəl xutbə oxumuşdu. Əgər bu cümə xutbəsi olsaydı, azandan sonra oxunardı xutbə. Həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm cəmi bir xutbə oxumuşdu. Əgər cümə xutbəsi olsaydı, 2 xutbə olardı. Üstəlik Cəbirin, Allah ondan razı olsun, hədisində deyilir ki, sonra iqamə gətirdi və zöhrü qıldı. Sonra yenidən iqamə gətirdi və əsr qıldı. Beləcə Allah Resulü sallallahu əleyhi və səlləm qılınan namazın cümə deyil, zöhr olduğunu açıq aydın ifadə etmişdi. Həmçinin əgər cümə namazı olsaydı, əsr namazı onunla birləşdirilməzdi. Çünki əsr cüməyə cəm edilmir. Bir sözlə Peyğəmbərin sallallahu əleyhi və səlləm Ərəfə günü oxuduğu xutbənin cümə xutbəsi olmadığını göstərən bir çox dəlillər var. Və həmçinin müəllifin Minada qeyd etməsi, hansı ki, ravi qeyd edir ki, Amr bin Xaricə Minada bizə xutbə verdi. Minada qeyd edildi ki, hacıların toplaşdığı məkanın adıdır. Onun sərhədləri Cəmərətül Aqaba, böyük daşlanma yeri ilə Vadil Muhassir arasındakı ərazidir. Və həmçinin də ravi Amr bin Xaricə, Allah ondan razı olsun, deyir ki, mininin üzərində olduğu halda xutbə verdi. Yəni o xutbəni mininin üzərində olduğu vəziyyətdə oxudu. Və onun miniyi Peyğəmbər sallallahu əleyhi və səlləmin miniyi dəvəsi idi. Həcc etdiyi həmin dəvə Qasva ləqəbi ilə tanınırdı. Hüdeybiyyə ümrəsində mindiyi dəvə isə Əl-Adbə adlanırdı. Və Peyğəmbər sallallahu əleyhi və səlləm adətindən idi ki, yolundan idi ki, sahib olduğu heyvanlara, həmçinin silahlarına, qılıncına, oxuna və bu kimi bənzəri əşyalarına xüsusi adlar qoyulurdu. Filan dəvə, filan qılınc, filan ox və s. Və burada da bir fayda var. Odur ki, fayda. Adlar qoyulur ki, bir-biri ilə qarışıqlıq yaranmasın. Məsələn, bir kəs öz çobanına desə ki, mənə, misal üçün, filan qoyunu gətir və bir neçə qoyunlar var. Və o da çoban soruşacaq ki, hansı qoyun? Amma misal üçün, sahibi desə ki, mənə qırmızı rəngli, üzərinə qırmızı rəng boyanmış qoyunu gətir, o zaman burada problem həll olunar və hər şey daha da aydınlaşar. Hədisin faydalarından birinci fayda. Peyğəmbər sallallahu əleyhi və səlləmin şəri hökmləri xutbə və digər yollarla çatdırmağa olan böyük istəyi, hərisliyi. İkinci fayda. Həcc zamanı, yəni həccdə olan, yəni həmin o rəhbərlərin xutbə verməsinin yəni gözəl əməl olması, bəyəndən əməl olması. Həcc, misal üçün, qrupunun başçılarının xutbə verməsi, insanlara orada həcc ayinlərini çatdırması, bu məsələləri öyrətməsi bəyəndən əməllərdən, gözəl əməllərdən sayılır. Və təbii ki, edilməsi də, yəni minada edilir və belə etməsi, alimlər qeyd edirlər ki, həmən insana yəni yaraşandır, yaxşı olar ki, belə etsin. Və üçüncü fayda isə, burada Peyğəmbər sallallahu əleyhi və səlləm xutbəni dəvəsinin üzərində verdi. Ona görə də xatibin yüksək bir yerdə olması ona yaraşandır. Niyə görə? Birinci fayda ona görə ki, onun səsi daha aydın çıxar və səsi daha təmiz şəkildə, aydın şəkildə insanlara yayılmış olar. Və bu da yəni dinləyicilərin onu dinləməsi üçün bir növ rahatlıq yaradar. İkincisi isə, ola bilsin ki, kimsə ona sual versin, xutbə əsnasında insanları xitab etdiyi vaxtda və artıq həmin o istər xutbə verən, istərsə də sual verən, onlar qarşılıqlı olaraq bir-birlərini görəcəklər və xutbə verən, danışan artıq cavab verdikdə bu dinləyici üçün daha bir o qədər faydalı olur. Çünki artıq hər iki tərəf bir-birini qarşılıqlı olaraq görməyə başlayır. Və bunun da təbii ki, faydaları böyükdür. Dördüncü fayda, mininin üzərində xutbə oxumağın icazəli olması. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm
dəvənin üzərində xutbə verirdi. 5-ci fayda Peyğəmbər sallallahu əleyhi və səlləmin təvazökarlığı. Belə ki, Allah Resulü sallallahu əleyhi və səlləm xutbə oxumaq üçün yüksək bir yer və ya buna bənzər bir şey tələb eləmədi. Sadəcə minin üzərinə xutbə oxudu. 6-cı fayda, əsas qeyd etmək istədiyimiz məsələ dəvənin tüpürcəyinin pak olması, təmiz olması. Lakin bir kəs deyə bilər ki, Peyğəmbərin sallallahu əleyhi və səlləm dəvəsinin tüpürcəyinin sahabənin çiyninə axdığını bildiyini kim deyib? Bunu iki yöndən cavab verilir. 1. Peyğəmbər sallallahu əleyhi və səlləm bu vəziyyətdə dəvəsinin tüpürcəyinin axdığını görürdü. İkinci cavab. Hətta Peyğəmbərin sallallahu əleyhi və səlləm bunu görmədiyini fərz etsək belə, o zaman bu məsələdə Peyğəmbərin sallallahu əleyhi və səlləm iqrarı susaraq təsdiqi olmazdı. Hansı ki, burada Peyğəmbər sallallahu əleyhi və səlləm iqrarı var. Təsdiqi var ki, yəni dəvənin ağız suyu pakdır. Və biz qeyd etmişdik ki və qeyd edirik ki, dəlil ya Rasulullahın sallallahu əleyhi və səlləm sözü, ya fiili, ya da iqrarından olur. Və həmçinin bizim əlimizdə başqa bir dəlil də var ki, və o da Allah Azza və Cəllənin iqrarıdır, təsdiqidir. Çünki Allahın da iqrarı hüccətli dəlildir. Və ona görə də sahabələr bir işin icazəli olmasına Allahın onu iqrar etməsi, təsdiqləməsi ilə dəlil gətirirlər. Necə ki, Cəbir, Allah ondan razı olsun, deyir ki, Quran nazil olduğu vaxtlarda biz azl edirdik. Azl, yəni hamiləliyin qarşısını almaq üçün geri çəkilmədir. Yəni spermanı kənara xaric etmək. Həmçinin münafiqlərin gizlətdiyi əməllər Allah tərəfindən iqrar edilməyib. Əksinə bəyan edilmişdir. Bu onu göstərir ki, əgər bir məsələ Rasulullahdan sallallahu əleyhi və səlləm və sahabelərdən gizli qalsa belə, onu Allahın dinində qalması mümkün deyil. Çünki Allah Teala onu mütləq bəyan edər. Necə ki, Allah Azza və Cəllə buyurur: "Yəstəxfuna minən-nas və la yəstəxfuna minəllah." Onlar insanlardan gizlətsələr, Allahdan gizlədə bilməzlər. "Və huve ma'ahum iz yubayyituna ma la yarda minəl qawl." Onlar onun razı qalmadığı sözləri gecələr planlaşdırarkən Allah onların yanında idi. "Və kana Allahu ma ya'maluna muhita." Allah onların etdiklərini əhatə edir. Deməli, Peyğəmbərin sallallahu əleyhi və səlləm dövründə baş verən hər bir hadisə bizim o hadisəni Peyğəmbərin sallallahu əleyhi və səlləmin bilib bilmədiyimizi öyrənməyimizdən asılı olmayaraq mütləq bir dəlilli hüccətdir. Və bununla biz bir çox faydalar əldə edirik və bir çox yanlış fikirləri rədd etmiş oluruq. O cümlədən Muazın hadisəsini, Allah ondan razı olsun, misal gətirmək olar. Belə ki, o Peyğəmbər ilə birlikdə İşa namazını qılır, sonra isə öz kəndinə gedib həmin namazı öz qövmünə qıldırırdı. Bu, fərz namazı qılanın nafilə namazı qılana tabi olmasının icazəli olmasına bir dəlildir. İmam tutmasının icazəli olmasına bir dəlildir. Bəzi insanlar buna etiraz edərək deyiblər ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin bundan xəbəri yox idi, bunu bilmirdi. Cavab olaraq biz onlara deyirik ki, əgər Rasulullah sallallahu əleyhi və səlləm bilmirdisə, Allah bilirdi. Əgər bu iş yanlış olsaydı, Allah onu mütləq bəyan eləyərdi. Və bu məsələ haqqında qeyd etmək istədiklərimiz və həmçinin hədisin bu babla, bu fəsillə əlaqəsi isə budur ki, dəvənin tüpürcəyi pakdır, təmizdir. Əgər biri desə ki, Amr ibn Xaric, Allah ondan razı olsun, yəni hədisdə deyir ki, sahabə, onun tüpürcəyi çiynimə axırdı. Deyə bilərlər ki, bir insan deyə bilər ki, bəlkə o sonradan onu yuyub. Biz isə deyirik ki, cavab olaraq, həqiqətən sahabə bu hədisi məhz dəvənin tüpürcəyinin pak olduğunu bəyan eləmək üçün rəvayət edib. Əgər o nəcis olsaydı, sahabə mən onu yudum deyərdi. Və bu ümmətə qaranlıq qalmasın deyə belə olmalıydı. Çünki əgər onun yuyulması vacib olsaydı və o da bunu yuduğunu deməsəydi, hədisin bu şəkildə rivayət edilməsi elmi gizlətmək sayılırdı. Və sahabələr bunlardan pakdır, təmizdir və ona görə də sahabənin bu hədisi rivayət eləməsi onu göstərir ki, dəvənin ağız suyu təmizdir, pakdır. Və biz bu hədisdən belə bir qayda götürürük.
inək və qoyun kimi heyvanlar dəvə kimidir. Çünki əti yeyilməsi halal olan hər bir canlının ifrazatları, hətta sidiyi və peyni belə pakdır, təmizdir. Bəs yaxşı, Peyğəmbərin sallallahu əleyhi və səlləm qəbirdə əzab çəkən 2 nəfər haqqında dediyi, onlardan biri sidikdən minəl bəvul qorunmurdu. Sözünə cavab nədir? Yəni, sual verilə bilər ki, buradakı əlifləm ümumilik bildirir, yəni bütün sidik növlərinə aiddir. Necə ki, Allah buyurur ki, innəl insənə, həqiqətən də insan ləfi xusur, ziyan içərisindədir. Cavab olaraq deyir ki, bəzi alimlər hədisin minəl bəvul, sidikdən, yəni elə zahiri mənasını götürərək deyiblər ki, heyvanların sidiyi, hətta əti yeyilənlər olsa belə nəcisdir. Lakin bu rəy düzgün deyil. Çünki həmin hədisin sidikdən təmizlənmirdi. Özünün Buxarda gələn digər rəvayətində belə buyurulur. Onlardan biri öz sidiyindən min bəvlihi təmizlənmirdi. Buna əsasən əl-bəvl sidik kəlməsindəki əlifləm artiklı ümumilik istiqraq üçün deyil, yəni istiqraq bu əhd əlifləmidir. Yəni məlum olan bir şeyə, yəni işarə edən bir əlifləmdir. Məlum olan bir şey işarə üçün işlədilən bir əlifləmdir. Yəni söhbət burada hədisdə minəl bəvl min bəvlihi insanın öz sidiyindən gedir. Ki qəbirdə əzab görən şəxs o şəxs idi ki, öz sidiyindən təmizlənmirdi. Və beləcə ziddiyyət kimi görünən məsələ həll olunmuş olur. Və bu əti yeyilən heyvanın sidiyinin pak olmasına dəlalət edir. Bu hədis həmçinin və Peyğəmbər sallallahu əleyhi və səlləm qoyun yataqlarında namaz qılmağa icazə vermişdi. Halbuki oralar sidikdən və peyindən xali deyil, boş deyil. Və dəvə yataqlarında namaz qılmanın qadağan edilməsindən gəlincə isə bu nəzasət olmasına görə deyil. Hətta yəni bir dəvənin yanında namaz qılmaq olar. Yəni tutaq ki, bir dəvədir, səhralıqdır, çöktü, oturdu, təkdirsə bunun yanında qılırsan. Deməli nədir? Bu onu göstərir ki, belə bir halda qılınır, lakin yataqlarda qılınmamasının qadağası isə daha doğrusu Allah bilir. Hər bir halda qeyd edildi ki, nəzasət olmasına görə deyil. Bəzi alimlər qeyd edirlər ki, qadağan edilməsinin hikməti odur ki, buralar çox vaxt şeytanların olduğu yerlərdir. Həmçinin deyilib ki, bu qadağa təabbudidir, yəni sırf ibadət olaraq yerinə yetirilmir. Hər bir halda dəvənin istər sidiyi olsun, istərsə də onun nəcisi olsun, təmizdir. Hətta sidiyi barəsində Peyğəmbər sallallahu əleyhi və səlləm insanlara dəvələrin yanına getməyi və onların sidiyindən və südündən içməyə icazə vermişdir. Və bu onu göstərir ki, yəni dəvənin sidiyi belə murdar deyil, hətta o tibbdə də istifadə olunur və bugünkü tibb də bunu sübut eləyib. Ona görə də deyirik ki, əti yeyilən heyvanların ifrazatı nəcis deyildir. Bircə axar qan istisnadır burada heyvanlarda. Çünki axar qan Quranın dəlili ilə, nasla nəcis sayılır, murdar sayılır. Uca Allah bizlərə eşidib yaxşısını tabi olanlardan etsin. Subhanəkəllahum həmdək, əşhədu ən la ilahə illənt, əstəğfiruka və tövbə ileyk.